Herkese salam, kanalıma və yeni vloguma xoş gəlmisiniz. Nəhayət ki, bu vlogu montaj eləməyə qismət oldu. İnşallah sona kimi də montaj edib çatdıra bilərəm. Hər hansısa bir problem çıxmasa. Yeni iliniz mübarək qızlar. Artıq yeni il 2026 daxil olub. İnşallah hər kəsə düşərli olsun. Bu videoları çəkərkən dekabrın hardasa 20-si falan idi. Yəni çoxdandan qalmış videolarda hamısını ard-arda əlavə eləyəcəm ki, artıq planşetdən silim və yeni bir vlog çəkməyə həvəs olsun. Çünki bu videolar qaldıqca yeni heç nə çəkmirəm. Özüm də hiss edirəm ki, artıq belə olmaz. Kanal boş qalmasın deyə. Bunları tez montaj edib paylaşım. Daha sonra inşallah davamı da gəlsin. Bilirsiniz ki, xəstələnmişik. Uşaqlar artıq qızdırmalar düşmür neçə vaxtdır. Həm öskürürlər, həm qızdırmaları var. Çox pis bir virusdur. Özümüz də elə pis gündə idik. Güc bala ilə ayağa qalxmışıq. Sistem falan antibiotik dəyəndən sonra artıq biraz yaxşılaşmağa doğru gedirik. Amma öskürək yenə də qalıb. Burada isə düşbərə hazırlayırdım. Heç bilmirdim ki, belə xəstələnəcəyik və bu düşbərəni də yemək belə tez bir müddətdə yemək qismət olacaq. İlk dəfə də düşbərə bükürdüm. Məncə pis də alınmamışdı. Elə bu düşbərəni bükən günü artıq yoldaşım evə xəstə halda gəlmişdi. Elə dondurucudan çıxarıb hazırladım, düşbərəni yedi. Amma bu qədər çətin bir virus olacağını gözləmirdim. Deyirdim ki, elə düşbərəni ye, ayağa qalxacaqsan. Yenə də çox belə xəstəlikdən çox danışmaq istəmirəm. Sizləri də yormaq istəmirəm. Nə də olsa mənim kanalım mənfi enerji ötürmək üçün deyil. Yəni bu məqsədlə açmamışam, ona görə də xəstəlik mövzusunu artıq bağlayaq. Düşbərənin də reseptini soruşsaz, adi bildiyimiz xəmirdir. Çox kündələməyin. Elə mən 300 qram undan istifadə eləmişdim. Kündələri də 4 yerə böldüm. Yəni balaca açdım ki, qurumasın. Burada xəmirin üzərinin açıq olmağına baxmayın, sonra da örtmüşdüm. Xırda da kubik şəklində kəsib adi düşbərə formasında bükürdüm. 3 saatımı ayırmama baxmayaraq yenə də biraz kündəm qalmışdı. Onu da daha sonradan elədim. Deməli qızlar, bunu buzluğa qoymuşdum. Bayaqdan hazırladığımda hardasa 2 saat yarım 3 saata kimi vaxtım gedib. Birazı da indi buzluqdadır. Boş qaba qoydum ki, biraz donsunlar. Bunu göstərmək istəyirəm. Baxın ölçülərini. Ancaq bu qədər eləyə bildim. İndi bilmirəm, bir xörək qaşığına nə qədər yerləşəcək ya yerləşməyəcəksə. Axırı, yəni ən balaca bunu eləyə bildim. Məncə çox yaxşı da alındı. Bunlar indi donublar. Biraz ununu elədim ki, unlu vəziyyətdə qoydum ki, yapışmasınlar. Sonra da belə ununu elədim. Qoydum indi paketin içərisinə. Bunu qoyuram dondurucuya. Digəri də dondurucudadır. O da biraz donsun. Onu da ununu eləyəcəm. Hələ burada 2 dənə kündəm var. Belə balaca kündələr eləmişəm ki, çox qurumasın. Hələ bunlar var. Ətim də var. Xalazenikdədir o da. İndi yavaş-yavaş eləyərəm. Amma belə, yəni onsuz da belə çox tələsərək eləmədim. Hər bir ara durmuşam, evi toz soranladım falan. Yəni təmizliyi də görmüşəm. Elə o 3 saatin içərisində hələ təmizliyi də görmüşəm. İndi bunu qoyum dondurucuya. Digərlərini də sonra əlavə eləyərəm üzərinə. Baxın qızlar, bir hissəsi də buradadır. Onu indi qoyum bura. Onları da sonra qoyaram onun üzərinə. Burada da artıq düşbərənin son vəziyyətidir. Çox dadlı alınmışdı qızlar. Hazırlayın, sizlərdən nuş olsun. Belə soyuq havalarda əsl can dərmanıdır. Sirkə sarımsaqla, düzdür mən sirkə xoşlamıram. Ancaq sarımsaq əlavə eləmişdim. Çox da dadlı yeməkdir. Dondurucuda mütləq məncə olmalıdır hal-hazırda. Və burada isə yoldaşım şirniyyatları almışdı. Yeni il hədiyyələrinin içərisindən yığmağa. Elə sizlər də göstərərəm. Fərqli şirniyyatlar var idi. Çox təəssüflər olsun ki, bu dəfə ayın 29-u eləyə bildik bunu. Həmişə biraz tez eləyirdik. 25-i, 24-ü falan bu şirniyyatlar hazır olurdu. Amma bu dəfə biraz gec elədik. İstər-istəməz. Ayın 29-u hazırladım. Ayın 30-u artıq Ajda başladı bir bütün şirniyyatları açmağa. Yenə də uşaqlara biraz motivasiya oldu. Çünki əhval-ruhiyyə yox idi uşaqlarda. Bu şirniyyatları görəndə artıq Ajdanın əhvalı da yerinə gəlirdi. Keçən dəfə sizlərdən soruşmuşdum ki, bu bankanın içərisində nə var, bilənlər yazsın. Hamı yazmışdı ki, yaş salfetkadır. Amma gördüyünüz kimi içərisindən yaş salfetka çıxmadı, belə bir blok çıxdı. Ayaq yalı yox, ayaq
Yalan yok. Kaşmak yine. Nasıl? Getir aç burada. Ha? Götür gel burada aç. Burada. Şey aktardı ya. Hoşuna gelmedi. Hı? Geldi. Ne yapıyorsun? Hoş gülmürsen. Ha? Biz niye gülmürsen? Burada isə qızlar qaynatam Temudan belə bir sifariş vurmuşdu. Həmin sifarişi gətirdi, birlikdə açdıq, baxdıq. Deməli, əsasən həyət üçün bu cür LED işıq almışdı ki, həm günəş enerjisi ilə işləsin, həm də ki, yoxlamaq üçün almışdı. 3 dənə sifariş etmişdi və bəyəndik. Kodlarını da əlavə eləyərəm sizlər üçün. Yenə sifariş etməyi düşünürük. Həyəti çox gözəl şəkildə işıqlandırar deyə düşünürəm. Günəş enerjisi ilə də olmağı da yaxşıdır. İşıqdan əlavə belə toz soran da almışdı. Hansı ki, əslində bu toz soranlar maşın üçündür. Maşında oturacaqları toz soranlamaq üçündür, amma qaynatan bunu evdə istifadə etmək üçün alır və çox da güclüdür. Bəyəndik. Kodlarını da yazacağam, istəsəz baxarsınız. Bu qədər sifarişdə ancaq bu ilk göstərdiklərimi bəyəndi. Bu mikseri mən bəyənmədim, çünki mən aldığım zaryadka ilə işləyəndi, amma qaynatam öz seçdiyi səhv bir seçim eləyib və batareya ilə işləyən almışdı. Digər kaşlyok və qol saatı o qədər də bəyənmədim keyfiyyətini. Bu saat da yaxşı idi, pis değildi, amma gözlədiyi kimi gəlməmişdi, biraz kiçik gəlmişdi. Orada fərqlidir əlbəttə ki, hər qiymətə və hər keyfiyyətə məhsul var və alarkən də diqqətli olmaq lazımdır. Amma yenə də digərlərini bəyənmişdi. Sadəcə 1-2 məhsul var idi ki, çox axtarmadan səbətə əlavə elədiyinə görə onları çox bəyənmədim. Burada isə artıq ayın 30-udur, mama da bizdə idi və yeni il hazırlıqları başlayıb. Biraz kofe içdikdən sonra tərəvəzləri qoydum qaynasın və Ajda da spagetti istəmişdi. Onun üçün də su qoydum qaynasın ki, spagetti bişirim biraz. Çünki başqa heç nə yemirdi. Demək olar ki, heç nə yedizdirmək olmurdu. Ürəyi spagetti istədi deyə. Dedim elə yaxşı ki, nəysə ürəyi istədi. Onu bişirim tez yesin. Qalan ərzaqlar da artıq qaynamışdı. Onları soyub qoyduq. Deməli, qızlar, bilmirəm bu video hardan başlayıb, harda qutaracaq, amma istədim belə bir çəkiliş eləyim. Bilinçik hazırlayıram. Ayın 31-idir. Hər bir kəsi yeni il münasibəti ilə təbrik eləyirəm. Əlbəttə, əlavə paylaşımım da olar inşallah. Təbrik paylaşımımın yanında videonun arasında dedim təbrik eləyim. Burada da biber salatını doğrayıram. Bir tərəfdə bilinçik hazırlayıram, bir tərəfdə də salatın ərzaqlarını doğrayıram. Digər salatlarım hazırdır. Paytaxt salatı ilə şuba salat eləmişəm. Onlar artıq soyuducudadır. Uşaqlar da yatıblar. İnanırsınız, hələ ki özümüzə gələ bilməmişik. Uşaqlar qızdırmalıdır. Amma yenə də istər-istəməz bayram olduğuna görə biraz hazırlıq görmək məcburiyyətində idim. Salatları falan mən hazırladım. Dolmanı da hazırlamışam. Qaynatam da aşqara ləvəng eləməlidir. Heç xəbərim yoxdur. Necədir, nə eləyib, nə eləməyib. Uşaqlara o qədər başım qarışıb ki, yəni heç nə soruşmağa halım yoxdur heç kimdən. Mama bizdə idi. Dedi gedim evə dəyim, təzədən qayıdacaq. İndi mən də dedim tez-tezlərlə belə bir video çəkim. Daha sonra dekor eləyərkən süfrəni falan onları da çəkərəm inşallah. Tək salamatçılıq olsun. Mən indi işlərimə davam edeyim qızlar. Daha sonra yenə söhbətləşərik.
Və artıq süfrəmiz hazırdır. Bu Temudan aldığım düzənləyicini də görmüşdünüz də, süfrənin üzəri üçün almışdım. İşıqları da yerləşdirdim. Yadınızdadırsa mən 1 metrlik işıq almışdım, amma onu Raul sağ olsun qırdı. Ona görə bu pərdədə istifadə elədiyim digər 3 metrlik işığı əlavə elədim bura. Elə bir günlük. Oyuncaqları da qırmızı yolka oyuncaqlarını da bu niyyətlə almışdım ki, süfrədən belə dekorun üzərindən asaram. Çox da gözəl oldu, çox ürəyimcə oldu. Yaxşı ki almışam bunu. Tez-tez istifadə eləyəcəm, elə ad günlərində, Novruzda falan, digər özəl günlərdə də istifadə eləyəcəm. Çox bəyəndim və süfrəmiz də hazırdır. Yeni ilə aid bütün qablarımı süfrədə, yeməklərdə istifadə elədim. Evdə yeməyimizi də yedikdən sonra ortalığa səliqəyə salıb yollandıq. Yoldaşımın xalası gilə. Bilirsiniz ki, yenicə toy olmuşdu həmin bu evdə. Dedi elə gələk, təbrik eləyək yeni illərini, həm də ailəmizə gələn gəlinimizi də təbrik eləyək. Yaxşı ki getdi, çox maraqlı oldu. Atəş fəşanlıq falan. İnşallah yeni il hər kəsə düşərli olsun. İçi biz qarışıq, düzdür, xəstəliklə açdıq, amma yox, inanıram ki, düzələcək. İnşallah hər şey yaxşı olacaq, daha da gözəl olacaq. Ümidimiz bu yöndədir. Allahın köməkliyi ilə hər şey qaydasında beləcə davam eləyər. Bundan da gözəl günlər qismət olar. Və qızlar, videonu montaj elədim, bitirdim. Dedim elə bunu da göstərim. Mənim keçən il xəyal panom idi. Bir çoxlarını reallaşdırdım. İnşallah 2026 üçün də düzəldəcəm, amma hələ ki vaxtım yoxdur şəkilləri falan seçməyə. Bu xəyal panosunda hardasa mən səhv eləməmişəm mart ayı idi, yoxsa haçan idi, yadımda deyil. Yəni il başlayandan eləməmişdim, daha sonra elədim. Və demək olar ki, bir çoxlarını gerçəkləşdirmişəm. 60 kilonu görməsəm də, hardasa 61-62 kilonu gördüm. Hal-hazırda bilmirəm neçə kiloyam. Amma yəni 61-i gördüm. İnşallah davamı da olacaq. Bu çəkini yenə 2026-da yeniləyəcəm. Daha sonra burada biraz sağlam qidalanma falan bunları da elədim. Yəni davamlı olmadı, amma yəni elədim. Elədiyim günlər oldu. Daha özümü sağlam, xoşbəxt hiss elədiyim günlər oldu. Pandoramda yoldaşım almışdı, sağ olsun. Arxiziyamda gül açdı. Düzdür, çox halda bilməmişəm, amma yəni ki, bu da bir uğurdu, gülünün açmağı. Daha sonra, nə bilim, bunlar qismət olmadı. İnşallah 2026-da gerçəkləşdirərik. Əməkdaşlıqlar falan xəyal eləmişdim. Onlar da inşallah 2026-da olar. Bunu gerçəkləşdirdim. Planşet aldım özümə. Daha sonra, burada MacBook'dur, yəni bu planşetlə bunun arasında qərarsız qalmışdım. Planşeti seçdim daha rahat olmağına görə. 100K olmadıq, amma 10K olduq, çox şükür. Və burada da ailə şəklidir. Mənim ailəm sağlamdır və xoşbəxtdir. Belə bir yazı da var. Məncə çox gözəl də keçdi 2025. Sonlarında biraz əlbəttə ki göz nəzər dəydi. Sizlər demişkən ayıbı yoxdur. Paris xəyalı hələ də qalıb. İnşallah gerçəkləşdirmək diləyi ilə. Aframe kimi ev, o da hələ ki planlaşdırmışdıq, amma təxirə salmalı oldu. İnşallah onu da 2026-da gerçəkləşdirmək diləyi ilə. Ağ mətbəx, o da hələ ki qaldı, amma məncə belə bir şey yenə hazırlamaq lazımdır. Daha gözəl şəkillərlə insana həqiqətən motivasiya verir. Bir də hazırlayarıq inşallah. Sadəcə bunu çıxarmışkən soyuducunun üzərindən sizlərə də göstərmək istədim. Belə qızlar, başqa da burada heç nə yoxdur. Bu, belə bir mənzərədə şəklimiz də var idi. Gerçəkləşdirmişdik bunu da. Yəni, gəzməli, görməli yerlərdə, yəni. Ona görə qoymuşdum bunu. Başqa da heç nə qalmadı. iPad-imi aldım. 10K olduq. Çəki atdım. Arxideyam açdı. Pandoramı aldım. Başqa da qalanları da inşallah yavaş-yavaş gerçəkləşər. Artıq burada da vlogumu sonlandırıram qızlar. İzlədiyiniz üçün təşəkkür edirəm. Abunə olmağı və videonu bəyənməyi unutmayın. Özünüzə yaxşı baxın. Hələlik.